Biləcəri yuyucu buxarlayıcı sahəsi 1936-cı ildə təməli qoyulmuşdur. Müəssisədə tünd neft məhsulları, açıq neft məhsulları daşıyan çən vaqonları yuyulur. Vaqonlar qəbul edildikdən sonra briqadir tərəfindən baxış keçirilir. Çən vaqonları hansı məhsuldan gəlib, onu müəyyən eləyir. Xam neft, kerosin, mazut, dizel, TS1 ola bilər. Sonra briqadir məlumatı ötürür baş dispetçerə və birgə plan tutulur. Alt və üst tıxacları açıldıqdan sonra vaqonların qapaq hissələri su ilə yuyulur. Vaqon ətrafı meydançaya boğazlıq yerləşdirdikdən sonra cihazları vaqona daxil olunur. Ondan sonra buxarın verilməsi başlayır. Dizel vaqonları, benzin vaqonları açıq məhsuldan sayılır. 1 saat pardan istifadə edəcək. Buxar getdikdən sonra cihazlar vaqonların içərisindən çıxarılır. 2 nəfər olur, 2 nəfərdən bir ədədi vaqonun içərisinə, digər birisi isə çöldə dayanır. İçəridə dayanan şəxs vaqonu belə işarə vasitəsilə vurulur ki, məsələn, suyu açılsın. Yuxarıdan su açılır. Vaqon yuyulduqdan sonra vaqondan çölə çıxır. Yuyma prosesi bitdikdən sonra axan su ilkin olaraq yığılır qəbul ediciyə. Orada fiziki ayrılma gedir. Yəni 3 hissəyə, mexaniki hissə, su hissəsi və neft qarışıq məhsulları. Suyun emalı sexində neft və neft məhsulu ilə çirklənmiş suyun təmizlənməsi həyata keçirilir. Həmin su təmizləndikdən sonra təkrar olaraq çən vaqonların yuyulmasında istifadə olunur. Bu öz növbəsində suyun qənaətinə gətirib çıxarır. Təmizlənmə prosesində əldə olunmuş qarışıq neft məhsulları da olur və müəssisədən ixrac edilir.